Herkese salam. Bugün sizlere qış üçün həm çox asan, həm də inanılmaz dərəcədə ləzzətli təbii alça kompotun hazırlanma qaydasını təqdim edirəm. İlk növbədə seçdiyimiz təzə alçaları bol suda yaxşıca yuyuruq. Meyvələrin təmiz olması kompotun uzun müddət qalması üçün çox önəmlidir. Yuyulmuş alçaları təmiz bir qazana köçürürük. Digər tərəfdən isə təmiz bankalarımızı hazırlayırıq. Kompota xüsusi bir təravət və dad qatmaq üçün hər bankanın dibinə bir dilim limon yerləşdiririk. Daha sonra yumşalmış alçaları bankalara doldurmağa başlayırıq. İstəyə görə bankalara fərqli alça növləri də əlavə edə bilərsiniz. Bu həm rənginə, həm də dadına gözəl bir zənginlik qatacaq. Gördüyünüz kimi növbəti bankalarımızı da eyni qayda ilə əvvəlcə limon dilimi, daha sonra isə bol-bol alça ilə doldururuq. İndi isə sıra şəkər tozuna gəldi. Dadının tam yerində olması üçün hər bankaya ölçüyə uyğun olaraq şəkər tozu əlavə edirik. Mən yarım stəkandan bir barmaq yuxarı şəkər tozu istifadə etdim. Siz isteğe uyğun olaraq şəkəri artıra bilərsiniz. Mən meyvələri bol əlavə etdiyim üçün şəkəri az istifadə edirəm. Şəkəri əlavə etdikdən sonra bankaların üzərinə qaynar su ilə doldurun. Suyun tam qaynar olması şəkərin əriməsinə və kompotun yaxşı tutmasına kömək edəcək. Bankaların qapaqlarını da qaynar suda sterilizə etdikdən sonra xüsusi aparatla və ya möhkəm şəkildə bağlayırıq. Qapaqları bağladıqdan sonra bankaları biraz çalxalayırıq ki, şəkər tozu tamamilə ərisin. Daha sonra bankaları tərs çevirib üzərinə qalın bir dəsmalla örtürük və tam soyuyana qədər gözlədirik. Və budur, qış üçün rəngi ilə göz oxşayan, tam təbii və vitaminli alça kompotlarımız hazırdır. Videonu bəyəndiksə kanala abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Növbəti reseptlərdə görüşənədək hələlik.